Salam olsun benim güzel xalqıma. Əzizlərim, bugün sizlərə Azərbaycanımın şairə qızı Məlahət xanım sahib qızının xalq şairi Zəlimxan Yaquba həsr etdiyi Zəlimxanı hardan alım şeirini paylaşıram. Sazın, sözün ustadı Zəlimxanı hardan alım? Ustadların fəxri adı Zəlimxanı hardan alım? Borçalının dağlarında, kəpənəkçi bağlarında, deyib gülən çağlarında Zəlimxanı hardan alım? Sarı telli sazda, gözəl səsdə, xoş avazda, kür qırağı xan arazda Zəlimxanı hardan alım? Dilindən dür ələnirdi, saz sinədə dillənirdi, onun yeri görünürdü, Zəlimxanı hardan alım? Sazın, sözün ustadıydı, Borçalının qanadıydı, elin şərəfli adıydı, Zəlimxanı hardan alım? Sinəsi idi qəm dəftəri, şeirləri, dillər əzbəri, onda vardı nər hünəri, Zəlimxanı hardan alım? Söz söhbəti can alırdı, aşıqı dərdə salırdı, aşıqlar ondan dərs alırdı, Zəlimxanı hardan alım? O idi çox sinə dəftər, kəlməsi dünyaya dəyər, aşıqlar ondan öyrənər, Zəlimxanı hardan alım? Hər kəlməsi hikmətdir, söylədiyi nəsiyyətdir, başdan ayağa qeyrətdir, Zəlimxanı hardan alım? Həsrət dolu dərdi vardı, elə bil ki qarlı dağdı, zirvələrdə bir qartaldı, Zəlimxanı hardan alım? Borçalının yaylağında, durna gözlü bulağında, ömrün qızıl çağlarında Zəlimxanı hardan alım? Şair qəlbi kövrək olur, qəm kədərlə qəlbi dolur, gözləri də nəmli olur, Zəlimxanı hardan alım? Ustada rəhmət, Məlahət xanıma və sizlərə uzun ömür can sağlığı arzulayıram. Sağ olun.